Daim axşamınız xeyir olsun. Hər vaxtınız xeyirli olsun Solmaz xanım. Necəsiz? Çox sağ olun, yaxşıyam. Siz necəsiz? Çox sağ olun, mən də yaxşıyam. Yaxşı olasınız həmişə. Növbəti ödənişsiz təlimimizlə qarşınızdayıq. Ümid eləyirəm hər kəs üçün faydalı bir təlim olar. Buyurun Solmaz xanım, söz sizdədir. Çünki çox vaxtınızı almaq istəmirəm. Təşkilat barədə, yəni texniki barədə nə sualınız olarsa, aşağıya həm əlaqə nömrəmi qeyd edirəm, həm də burada aşağıda mənə suallarınızı ünvanlaya bilərsiniz. Hər birinizə tək-tək cavablandıracağam. Təlimin vaxtından çox getməyini istəmədiyimə görə geniş məlumat vermirəm. Buyurun Solmaz xanım, söz sizindir. Çox təşəkkür edirəm bugünkü vaxtınızı bizə ayırdığınıza görə, dəvətimi qəbul etdiyinizə görə. Çox şadam ki, Xoşdur. sizinlə ödənişsiz təlimimiz baş tutdu. Minnətdaram. İnşallah həm sizin üçün, həm bizim üçün faydalı bir təlim olar. Amin inşallah. Çox sağ olun İlham xanım. Mən də təşəkkür edirəm təşkilatçılıq üçün, hər bir şeyi ayarladığınız üçün. Mənə də çox xoş olacaq bu gün sizlərlə birlikdə burada olmaq, məlumatlar paylaşmaq. Həmçinin də daha çox mənə xoş olacaq sizdən suallar almaq. Çünki sizlər sual verəndə təlim daha maraqlı keçir. Özümü təqdim etmədən və tamamilə başlamadan öncə istəyirəm 2 dəqiqə gözləyim. Çünki normalda təxmini 5 dəqiqə içərisində insanlar toplaşırlar. Bu 2 dəqiqə sonrasında isə biz artıq təlimə başlaya bilərik. O vaxta qədər də çaylarınızı, kafelərinizi götürün və suallarınızı yazın. Ağlınızda bizneslə bağlı istənilən sualı qeyd edə bilərsiniz. Amma hansı ki o sual cavabı sizə lazımdır. Bir dəfə bir təlimdə iştirak eləmişdim. Deyəsən bir nəfər Google-a, ChatGPT-yə veriləcək sualları yazmışdı. Bir 20 dənə sual göndərmişdi, amma heç sualın mənasını özü də bilmirdi. Belə bir şeylər də olub. Düzdür, onların çoxuna cavab verdim, amma sizin işinizə yarayacaq. Yəni, məsələn, sizi maraqlandıran, gerçəkdən haqqında düşündüyünüz suallar varsa, onlar daha yaxşı olar ki, amma əgər siz düşünürsünüzsə, demək ki, başqaları da düşünür və mənim çalışın hansısa kiminsə sualına cavab verəndə düşünməyin ki, bu mənim sualım deyil, bunu dinləməyim. Xeyr, mən o kəsin sualına cavab verəndə belə, yenə də hər kəsə lazım olacaq şəkildə o məlumatı bölüşürəm ki, o sualdan hər kəsə məlumat düşür. Yəni siz başqalarının verdiyi suallardan da nələrsə öyrənə bilərsiniz. Ona görə suallarımızı da hazır edək. 1-2 dəqiqəyə başlayaq inşallah. Salam, axşamınız xeyir. Axşamınız xeyir olsun. Necəsiz? Çox sağ olun, siz necəsiz? Şükür Allaha, yaxşıyam mən də. Çox sağ olun. Bu arada hər kəsi Novruz bayramı münasibətilə təbrik edirəm. Bayramınız mübarək olsun. Neçə gözəl illərə. Mən də təbrik edirəm. Solmaz xanım, Çox sağ xəstə olun. olmağıma rağmen ev halındayım, amma görüntünü az da olsa açmaq istədim. Yaxşı Deməli, elədiniz. Çox xoş oldu sizi sizin görmək. Allah şəfa versin. Çox sağ olun. Sizin fikrinizə çox qatılıram. Yəni biri var ki, 1 saatlıq təlimdə davamlı olaraq passiv formada qulaq asırsan. Amma bir sual verdinsə, demək ki, sən düşünmüsən və sənin üçün lazım olan sualı verirsən. Yəni hardan gəldi, yox da. Həmin sual Bəli. sənin həyatını o qədər dəyişə bilər ki, çünki bu təlimlərin əsas faydası da odur ki, sən buradan bir cümlə belə öyrənəsən. Mən keçən dəfə sizinlə qatıldığım Arya xanımın təlimində də dedim. Yəni təlim o demək deyil ki, dursun burada 1 saat ərzində Solmaz xanım danışsın, dinləyək. Yəni bu çox faydasız bir şeydir və boşuna zaman itkisi olur. Yəni sizin üçün də boşuna yəni efor sərf edirsiniz. Amma bəzi 15-20 dəqiqəlik qısa təlimlər olur ki, bir sualla belə bizim həyatımız dəyişə bilir. Biznesdə elə bir mövzudur ki, hər kəsin fərqli ideyası var. Nə qədər fərqli insanlar varsa, o qədər də yəni ideya var deməkdir. Və insanlar ola bilər ki, inanmasın sənə. Yəni bəzi biznes ideyalar var ki, kənardan baxan ilk eşidəndə deyir ki, hə bu uzun boşuna zaman itkisidir, bundan nə qazanırsan və s. bla bla bla. Amma o sənin həyatını o qədər dəyişə bilər və o qədər fərqli bir yerə gedə bilərsən ki, sonra həmin insanlar sənə bunu hardan öyrəndin, bu yerə necə satdın deyə suallar verə bilər. Ona görə də əgər bir şey ağlınıza gəlibsə, onu düzdür, bəlkə də mən bu dediyim biznesdən əlaqəsiz bir şeydir, amma həvəsləndirmə tipli və həqiqi reallığı sizə bildirim ki, insanlarla paylaşmayın. Öncə onu həyata keçirin, onu özlərinizə sınayın, onu tam möhkəmləndirəndən sonra bəli, insanlarla paylaşa bilərsiniz. O sizin ailənizdən belə olsa, sizlə beyni eyni deyil. Yəni mən bunu etmək istəyirəm dediyiniz an onun verəcəyi hər bir cavab sizi həmin hədəfdən biraz daha uzaqlaşdıra bilir. Məncə çox insan biznes barədə düşünür, amma az bir qismi bunu reallaşdıra bilir. Buna təsir edən əsas amillərdən biri də odur ki, sən
kənardan gələn fikirlərin təsirinə tez düşürsən. Bunlardan biri də mənəm. Ona görə son illərdə heç bir zaman öz hədəfimi reallaşdırmamış insanlarla paylaşmıram. Çünki sən ona 100% əminsənsə, demək ki, bu hədəf sənin üçün çox yaxındır. Ona görə paylaşmağa da ehtiyac yoxdur. Əgər tamamilə əminsənsə düzgün olduğuna. Sizcə, yəni bu fikrə Maşallah. qatılırsınız yoxsa necə? Maşallah deyirəm. Həqiqətən mən də sizin fikirlərinizə qatılıram. Ümumiyyətlə aramızda yəqin inanclı olanlar da olar. Bu Quranda da var. İşlərinizi gizli tutun. Yəni mümkün qədər biz işlərimizi gizli tutub bir müddətdən sonra paylaşmaq yaxşı olar. Mümkün qədər isə hər şeyi gizli tutmağa çalışmaq lazımdır. Nəyə görə? Göz var, nəzər var. Bunları qoyuram kənara, yəni inancları qoyuram kənara. Sizin dediyiniz insanların hər kəs bizimlə eyni fikirdə deyil və onların dediyi tək bir söz belə bizim fikrimizi yayındıra bilər, bizi demotivasiya eləyə bilər, həvəsdən sala bilər. Biznes belə bir şeydir ki, düzü ona daha çox həvəsdən, daha çox məntiq çərçivəsində başlamaq lazımdır. Amma həvəslə başlanılıb da uğurlu olan bizneslər də var. Çünki artıq böyüdürsən və onun düşməməsi belə sənin üçün motivasiyadır. Belə fikirləşin. Siz bir iş qurmusunuz və ətrafınızda, çevrənizdə deyirsiniz ki, mən falan bir işin sahibiyəm. Ondan sonra o işi dayandırmaq sizə çətin gəlir. Niyə? Çünki artıq o statusa malik olmusunuz və istəmirsiniz o statusu itirəsiniz durduğu yerdə. Bunu itirmə qorxusu belə sizə motivasiya verə bilər bir yerdən sonra. Amma ən azından başlayıb müəyyən bir yerə gətirənə qədər sizdə həqiqi mənada ağıl verə biləcək şəxslər istisna olmaqla çalışın ki, kiməsə danışmayın. Yəni danışırsınızsa bunun arxasında bir məqsəd olsun. Tutaq ki, deyirəm, getdiniz bir biznes mentordan və yaxud da nə bilim biznesdən başı çıxan bir tanışınızdan tövsiyə alırsınız. Yəni o dəqiq bir sualınız olsun. Yəni işinizə yarayacaq bir şey varsa danışın və sualınızı verin, cavabınızı alın. Yox, işinizə yarayacaq bir şey yoxdursa, prosta həmin bunu eləyəcəm deyə deməyin. Çünki bəzən olur heç bəlkə onu eləməyəcəksən. Yəni bir anda qərarını dəyişdirəcəksən, amma hamıya deyirsən ki, mən edəcəm. Onun utancından, sıxıntısından, dərdindən insanlar var. Çünki bəziləri takır belə şeylərə, kompleksidir, utancaqdır. Sırf onun sıxıntısından belə siz istəmədiyiniz bir işə davam edə bilərsiniz və yaxud da bilirsiniz ki, bu iş sizin üçün çox da uğurlu olmayacaq. Nəsə o deyil, amma ağzınızdan söz çıxıb bunu yerinə yetirmək məsuliyyətini hiss edirsiniz. Yəni bunu tarazlamaq lazımdır. Təbii ki, bu özü də bir texnikadır ki, məsələn bir işə bir iş ola bilər, hər hansısa bir şey ola bilər ki, siz ona etməyə çəkinirsiniz, amma bunu öz boynunuza götürürsünüz. Məsəl üçün mən lap uşaq vaxtı olanda 11-ci sinifdə idi deyəsən, ilk dəfə kütlə qarşısında çıxıb özləri eskidən bir 400-500 nəfər qabağına çıxıb heç vaxt kütlə qarşısına çıxış etmədiyim halda məzun günü idi, elə bir ki, uşaqların məzun günü idi, məzuniyyət günü. Məzun deyəndə 15 sentyabr daha doğrusu günü idi və bizdə bir böyük lisey idi, Kaspi liseyi. Onun açılışında dedilər ki, sən spikerlik eləyə bilərsənmi, aparıcılıq eləyə bilərsənmi? Bu da mənim üçün ilk idi. Düzü çox-çox utanırdım. Çünki onda səsim də daha nazik idi. Səsimi idarə edə bilmirəm, nitq yox falan. Çox utanırdım, amma sadəcə hə dedim. Niyə? Bu məsuliyyəti boynuma götürüb onu reallaşdırmaq adına. Hə demişəm, arxasınca getməyə məcburiyyətindəsən. Yəni, əgər ki, gərəkdirən bir durum varsa, bunu öz xeyrinizə də istifadə edə bilərsiniz. Amma bir ideyanı reallaşdırma mövzusunda isə mən İlham xanımın dediklərinə qatılıram. Mən düşünürəm ki, artıq 30 nəfər var burada maşallah və artıq başlaya bilərik təlimə. Ümumiyyətlə, təlimin mənası nədir? Təlim məlumatlandırma üçündür. Yəni, kurs, təlim, bunların hamısının əslində özlərinin özündə məna olaraq fərqləri var. Bəli, kameraları açsaq çox süper olar, mən sizi görüb danışmaq. Deməli, məsələn, biz daha çox elmi aləmdə təlimlər qısa müddətli bir şey haqqında məlumatlandırma tipində istifadə olunur. Kurslar o şeyi daha dərindən öyrənib təkmilləşdirmək üçün olur. Coaching metodu var, coachluq və s. Bu sahəyə siz hakim deyilsiniz, amma kiminsə yönləndirməsi ilə müəyyən uğurlar əldə edirsiniz. Ya da mentorluq da ola bilər. Hansısa sahə üzrə mütəxəssisdir və sizə dəqiq addımlar deyir. Siz həmin dəqiq addımlar üzrə hərəkət edirsiniz. Bunların fərqləri budur. Amma bugünkü təlimimizdə mən sizdən istəyəcəm ki, mən həm məlumatlar verəcəm, təməli nəzəri məlumatlar. Həmçinin sizdən suallar gözləyirəm ki, siz mənə suallar verəsiniz. O suallar əsasında da biz daha geniş mövzulara toxunaq, daha yaxşı, ətraflı bir təlim keçək. Burada inşallah baxım görüm sual yazan varmı? Biznes qurmaq üçün haradan başlamaq lazımdır və ən azı nə qədər məbləğ lazımdır? Aha, biznesi qurmaq üçün nə qədər məbləğ lazımdır? Buna da bu mövzuya da toxunacağam. Amma belə kiçik ipucu keçim ki, əgər istəyirsinizsə və beyninizə qoymusunuzsa, ideya axtarışındasınızsa,
0 manatla belə biznes qurmaq olur. Quran çox şəxs var. Özümdə çox fərqli bizneslər qurmuşam 0 manatla, yəni heç bir pul olmadan. Bunun üçün sadəcə ağıl işlətmək lazımdır. Çevrənin çox olması lazımdır. Əlaqələndirə bilmə bacarığına sahib olmaq lazımdır. Bu da ingilislərdə daha çox kritik analitik düşüncə deyirlər. Siz bu düşüncə yapınızı inkişaf etdirməlisiniz. Yəni öz yumşaq bacarıqlarınızı inkişaf etdirməlisiniz. Bir sual gəlib, siz necə oldu ki biznes coach oldunuz? Bunun üçün konkret təhsil varmı? Hansı təcrübələriniz var bu sahədə? Gözəl bir sualdır. Bu sualı cavablayayım. Ümumiyyətlə özüm haqqında məlumat verim. Adım Salmaz, soyadım Yaqubova. Hazırda həm biznes mentor olaraq, amma aktiv şəkildə yox, daha çox Aura Akademinin təsisçisi olaraq fəaliyyət göstərirəm. Aura Akademi təxminən 2024-cü ilin avqustundan fəaliyyət göstərən bir təhsil təlim mərkəzidir. Həmçinin də müxtəlif fərqli xidmətləri var. Bu xidmətlərin içərisində müxtəlif növ inkişaf etdirici və əyləncəli master klasslar, oyun günləri, conversation günləri, dil kursu, proqram, IT ilə bağlı kurslar və s. tipdə müxtəlif xidmətləri mövcuddur. Onu təsis etmişəm və hazırda onunla aktiv olaraq məşğulam. Biznes mentorluq fəaliyyətim isə 3 ildən çoxdur mən bu fəaliyyətlə məşğulam. Biznes mentorluq fəaliyyətimdə müxtəlif növ bizneslərin bəzilərinin sıfırdan qurulması, bəzilərinin A nöqtəsindən müəyyən bir nöqtəyə satışlarının artırılması, tanıtımının gücləndirilməsi və müxtəlif işləri ilə məşğul olmuşam. Həmçinin bizneslərdə baza sistemlərin qurulmasında, hansı ki bu sistemlər həmin şəxsə və yaxud da quruma daha çox qazanc gətirir. Digər bir halda mən məşğul olmuşam, sosial media mütəxəssisi olaraq fəaliyyət göstərmişəm. Ki hazırda da bununla məşğul oluram. Sadəcə daha çox öz işlərim üçün zaman ayırıram. Öncələri bunu xidmət olaraq başqalarına göstərirdim. İndi zamanım limitli olduğu üçün daha çox öz akademiyamın işlərində məşğul oluram. Ola bilər ki, bunu bir agentliyə çevirmək bəlkə ola bilər. Yəni maraqlı olan şəxslər varsa, onları müəyyən təlimləndirmə və öyrətmədən sonra onları iş belə yönləndirə bilərik. Yəni mənim özümün nəzarətində öyrənməsi şərti ilə. Burada deməli, bir neçə suallar gəlib, onları da cavablayacağam. Və təhsil almışam bu sahədə. Necə, mən daha çox daima müxtəlif sahələrdən, psixologiyası olsun, NLP və s. nə görsəniz, mən çalışıram həmişə müxtəlif təlimlərdə iştirak edeyim, öz biliklərimi müxtəlif sahələrdə artırım. Paralel olaraq mən daima biznesi praktikada sınamışam və uşaqlıqdan, yəni 16 yaşımdan falan biznesin içərisində olduğum üçün, müxtəlif şeylər sınadığım üçün mən real praktiki təcrübə olaraq biznesin içərisindəyəm və istənilən biznes sahibkarı ilə sual-cavab edərək, hansı ki bu coaching metodu adlanır. Coaching metodunu da əslində öz-özümə bunu kəşf etmişəm və sonra psixologiya kursu daxilində coaching bölümünə çatıb öyrənəndə bilmişəm ki, mən əslində özüm coachluqla məşğul olurmuşam. Sadəcə məşğul olduğum şeyin adını bilmirmişəm. Ondan sonra bildim ki, mənim məşğul olduğum sahənin adı biznes coachingdir. Sadəcə bunun bir ad verməmişdim. Bu çox praktikada işə başlayanlarda belə olur. Yəni bir şeyi təcrübədə öyrənirsiniz. O şeyi onsuz da bilirsiniz. Sadəcə onun adını bilmirsiniz. Buna xırda bir nümunə gətirə bilərəm. Məsələn, hamı bilir ki, biznesə pul gəlir, gedir. Gəlir çıxarları qeyd etmək lazımdır, düzdürmü? Amma heç bəziləri bilmir ki, bu qeyd aparma prosesinə baxan sahənin adı mühasibatlıqdır, tutaq ki. Amma hamı o qeydə aparır, yəni. Belə balaca məhəllə marketindən tutmuş hamısına gedir. Amma bilmir ki, bu sahə başqa olduğu şey mühasibatlığa aid olan bir şeydir. Eyni şəkildə məndə də. Universitetdə də Azərbaycan Dövlət Neft Sənaye Universitetində menecment ixtisası üzrə təhsil almışam, ingilis dilində. BBA, bəlkə eşidərsiniz, MBA proqramı nəzdində, Amerikanın Georgia Universiteti proqramı daxilində ingilis dilində təhsil almışam. Orada da bizə nəzəri olaraq bizneslə bağlı müxtəlif biliklər öyrədilib. Amma yenə də bunu vurğulayım ki, mən universitetdən daha çox praktiki olaraq bu bilgiləri araşdıraraq, müxtəlif kitablar oxuyaraq bu bilgilərə sahib olmuşam. Biznes coaching daha çox, belə deyim, xarakter tələb edən, xarakter deyəndə, yəni bunu yanlış anlamayın, sadəcə
bir insanları yönləndirmə istəyi başdan insanın içərisində olmalıdır. Bu məndə həmişə olub. Mən həmişə ətrafımdakı insanların bir yerdən bir yerə gəlməsində yardımcı olmaqda çox xoşbəxt olmuşam və elə onun özündən irəli gəlir ki, mən hazırda təlim keçirəm və çalışıram ki, sizlərin müəyyən mövzuda bəlkə heç görməyəcək bir-birimizdə, amma çalışıram müəyyən bir toxunuş olmuş olsun, fayda olmuş olsun. Bu biraz içinizdən də gəlməlidir. Amma mən bu mənim əsas fəaliyyətim hazırda deyil, əvvəl bir əsas fəaliyyətim idi. Əsas fəaliyyətim isə hal-hazırda məşğul olduğum bizneslərdir, yəni onlarla məşğul oluram. Soram, cəmiyyətdə hansı işlər üzrə boşluq görürsünüz, harda açıq var iş üzrə? Düzü, istənilən sahəyə giriş etmək olar. Sadəcə yetərli bilgi, bacarıq və resurs sizə lazımdır. Tutaq ki, deyirəm, restoran sektoru. Milyonlarla, yəni bizneslər var restoran sektoruna, qida sektoruna aid olan, həm marketdə satılan, həm xidmət olaraq aldığınız, buna həm hər bir şey daxil, yeni restoranlar, barlar, publar, banket zalları, toy yerləri və s. Bunlar hamısı restoran sektoruna aiddir. Yəni bu qədər biznes olmasına baxmayaraq restoran sektorunda siz yenə restoran sektoruna giriş edib uğur qazana bilərsiniz. Bu baxır sizin düzgün strategiyanıza, əlinizdə kifayət qədər resursun, bilgi və bacarığın olmasına. Yəni açıq məsələsi də araşdırılaraq dövrə görə, dönəmə görə dəyişən bir şeylərdir. Bu dəqiqə sadəcə təmin olaraq bunu deyə bilərəm ki, açıq nədir? İnsanlar yenilik istəyirlər. Çünki insanlar vərdiş ediblər daima yeni şeylər görməyə. Bu sosial mediadan qaynaqlanır. Daima ötürürük, qabağımıza yeni şey çıxır. Ötürürük, qabağımıza yeni şey çıxır. Bir şeyi hətta bir neçə saniyədən artıq izləməkdən yoruluruq, sıxılırıq. Ancaq yenilik axtarırıq. Hər dəfə yeni trendlər bir müddət üçün gündəmdə olur, sönür, yenidən gündəmdə olur, sönür, yenidən gündəmdə olur. Yəni burada proses nədən ibarətdir? Daima yenilik etmək. Qısaca siz hansısa bizneslə məşğulsunuzsa və böyütmək istəyirsinizsə, strategiyanızın əsas amillərindən biri yenilik, fərqlilik etmək olmalıdır. Yəni yeniliyin olmadığı istənilən iş boşluqdadır. Siz hər hansısa bir sahəyə yenilik gətirərək, fərqlilik gətirərək, fərqli bir ab-hava ona qoşaraq, yaradaraq o biznesi unikallaşdırıb insanlara daha yaxşı formada təqdim edib daha çox qazana bilərsiniz. Bunu araşdırmaq lazımdır və bu sizin öz maraq dairənizə və bilgi bacarıqlarınıza uyğun olmalıdır. Tutaq ki, deyirəm, məsəl üçün, mən heç vaxt xəstəxana sektorunda olmamışam, aptekdə də işləməmişəm, dərmanlardan ümumiyyətlə başım çıxmırsa əgərsə, mən bu dəqiqə durub dərman satmağa çalışmağım məncə absurddur. Çünki onsuz da bunun haqqında kifayət qədər məlumata sahib deyiləm və bununla bağlı biznes qurmağımda mənə çətinlik yaradır. Çünki bu haqda heç bir şey bilmirəm. Amma deyək ki, mən hər zaman sosial media necə idarə olunur, araşdırmışam, özüm də bundan müəyyən qədər bilgiyə sahibəm və s. 5-6 SMM dizayner, videoqraf və s. bir araya yığıb bir sosial media agentliyi formalaşdıra bilərəm. Yəni insanlar öz bilgi bacarıqları ətrafında bizneslər qurmağa çalışsalar, onlar üçün daha uyğun olar. Nəinki heç əlaqəsiz, heç məlumatı olmadığı bir sahəyə atlanmaq, ona giriş etmək. Edə bilər, sadəcə nəzərə alsın ki, digərlərinə nisbətdə bu onun üçün daha riskli olacaq. Belə, xoşdur, buyurun Aysu xanım, təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirik məlumatlar üçün. Mən də sizə təşəkkür edirəm Zahid bəy. Biznes haqqında ən yaxşı hansı kitabları məsləhət görərsiniz? Biznes haqqında çox kitab məsləhət görə bilərəm. İstəsəniz bunu məndə hətta listini qeyd eləmişdim not yerində. Ataram İlhamə xanıma, o da qrupa göndərər. Belə səsli olaraq deyim. Fərdi MBA dərsləri çox gözəl kitabdır. Philip Kotler'in A-dan Z-yə marketinq kitabı çox qəşəng kitabdır. Ən çox sevdiyim Brian Tracy'nin ümumiyyətlə çox kitabları, yəni satış etmək sənəti, o qurbağanı ye və bəhanələrə yox adlı kitabları var. Brian Tracy'nin ümumiyyətlə demək olar bütün kitabları qəşəngdir. Bir də Richard Koch'un 80-20 prinsipi var. Biraz daha çətin kitabdır, amma müəyyən bir səviyyədən sonra oxuya bilərsiniz. Ümumi 80-20 prinsipinin həyatımızdakı təsirindən danışır. Bunu adı YouTube-a yazıb, YouTube-dan da mənimsəyib öyrənə bilərsiniz. Həyatda lazımlı olan bir şeydir. Bir kitab da var. Varlı ata, kasıb ata, Pul Axını Kvadrantı kitablarının müəllifi olan Robert Kiyosaki'nin kitablarında oxuya bilərsiniz. O da sizin üçün həqiqətən çox əla olacaq. İnsan ünsiyyətləri üçün necə çevrə yaratmaq olar və s. bunu bilmək istəyirsinizsə, o zaman sizə tövsiyə edirəm. İnsanlarla necə davranmalı və necə yola getməli adında bir kitab var.
Kitabın yazarının adı bir anlıq unuttum. Əzbərə bilirəm əslində. İndi yadımdan çıxdım. O kitabı oxuya bilərsiniz və bir ümumi mindset formalaşdırmaq, yəni düşüncə tərzi formalaşdırmaq, arzu hədəflərinizə daha tez çatmaq istəyirsinizsə, o zaman da Napoleon Hillin Düşün və Varlan kitabı sizin üçün çox əla bir seçim olardı. Bunu ümumiyyətlə hər biriniz oxuya bilərsiniz. Bizneslə məşğul olan, olmayan hər kəsin həyatına çox gözəl təsiri var Napoleon Hillin Düşün və Varlan kitabının. Aysu xanım makyaj sektoru ilə bağlı sual verib, amma bu suala keçməmişdən öncə əgər ki unutsam mənə bu sualı yenidən xatırladarsınız. Mən ümumi bir təlimləndirmə keçməliyəm ki biznes nədir və s. təməl anlayışlar. Ondan sonra isə suallarınızı bir yerə yazın, qeyd eləyin, yadda saxlayın. Mən yenidən sizin suallarınızı cavablandıracağım. Deməli belə. Biz biznes haqqında danışırıq. Biznes qısaca bunu termin olaraq belə izah edirəm. Mənfəət əldə etmək məqsədi ilə qurulmuş sistemlərdir. Niyə mənfəət əldə etmək məqsədi ilə qurulmuş? Çünki bir biznesdə mənfəət anlayışı yoxdursa, o biznes sayılmır. Yəni siz maaşlı işə də gedib pul qazanırsınız. Yəni bir şeydən pul qazanmağınız o demək deyil ki, o biznesdir. Biznes bir fəaliyyətdir, bir prosesdir, bir sistemdir. Hansı ki müəyyən açar sahələr var ki, onları hamısını əhatə edir. Və sizdə əgər o sistem varsa və bu sistem sizə mənfəət yaradırsa, demək ki, siz biznesə sahibsiz. Mənfəət sözünün mənası da nədir? Biznesdə belə bir şey olur. Satış, yəni satışdan gələn gəlir və ondan mayalar, yəni maya xərci, yəni ümumi çıxan xərc və yerdə qalan net kar. Bunu qısaca belə izah edeyim. Məsələn, siz deyək ki, 10 kilo pomidor satırsınız. 10 kilo pomidor sizə başa gəlib almaq 10 manata. Satırsınız bunu 10 kilo pomidoru 15 manata. Nə oldu? Sizin burada xeyriniz 5 manatdır. Yəni siz burada cəmi 5 manat pul qazanmış oldunuz. 15 manat qazanmış olmadınız, 5 manat qazanmış oldunuz. Yəni gəldirinizdən xərcinizi çıxanda yerdə qalan puldur sizin qazancınız və bizneslərin qurulma məqsədi, səbəbi həmin o yerdə qalan o mənfəət, kar, xeyir odur. Marja da deyirlər, başqa müxtəlif terminlər var bu mənfəət anlayışı üçün istifadə olunan. Yəni gəlirlə mənfəəti bəzən eyni sinonim sözlər kimi də istifadə edirlər, amma elmi dildə, nəzəri dildə gəlirdən xərci çıxanda yerdə qalan pul mənfəət adlanır və bütün fəaliyyətlərin məqsədi odur. Bəs bu mənfəət necə formalaşır? Əsas sahələr var ki, yəni bugün iki təlimimizin adı təməl anlayışlardır. Bəlkə öncəki təlimimdə olanlar da bunu məndən çox eşitmiş olar. Çünki bunu hamı bilməlidir deyə mən bunu bütün təlimlərimdə deyirəm. Biznes təşkil edən əsas 5 sahə var ki, bu 5 sahə ən xırdasından tutmuş, ən böyüyünə qədər bütün bizneslərdə var. Sadəcə ruslar demiş abyomu, yəni ölçüsü fərqlidir. Bu 5 sahə marketinq, menecment, satış, mühasibatlıq və maliyyədir. Bir daha deyirəm, harasa qeyd edə bilərsiniz. Marketinq, satış, menecment, mühasibatlıq və maliyyə. Əgər ki, diqqət yetirsəniz, bütün bizneslərdə bu 5 sahəni görəcəksiniz. İndi isə bunların mənalarını sizə izah edəcəm. Marketinq nədir? Siz bir biznes qurubsuz, bir xidmət və yaxud da məhsul təklif edirsiniz. Hansı ki, insanlar sizdən bunu alanda siz pul qazanmış olacaqsınız, insanların da işinə yaramış olacaq. Ya onların hansısa bir ehtiyacını qarşılayırsınız, ya da hansısa marağını ödəyirsiniz. Maraq özü də bir ehtiyacdır. Və bunun qarşılığında insanlar sizə pul ödəyir. Bu xidmət ola bilər, yəni bir seans, bir əyləncə mərkəzi, bir restoran və s. və yaxud da bir məhsul ola bilər. Bir kitab, dəftər, nə bilim, paltar, geyim, ayaqqabı və s. ola bilər, hansı ki siz bunu satışından mənfəət əldə edirsiniz. Bu mənfəət əldə etmək üçün sizə nə lazımdır? Birinci, alıcı lazımdır. Alıcını əldə etmək üçün sizə nə lazımdır? Marketinq, yəni tanıtım lazımdır. Marketinq sözünün mənası tanıtmaq deməkdir. Türklər buna pazarlama da deyirlər. Niyə pazarlama? Çünki market anlayışı və market bazar anlayışı demək olar ki, eynidir. Bir şey harda satılır? Bazarda. Bir şeyin satılması üçün o şeyin bazarının mövcud olması lazımdır. Bizi bazar deyəndə ancaq ağlımıza bu şeylər, məsələn, yaşıl bazar, tipli bazar gəlməsin. Yəni bazar bu alıcı kütləsinin və satıcı kütlənin toplandığı yerə verilən addır. Bazar o yerə verilən addır. Hansı ki sizin onlaynda satış etməyiniz onlayn bazar deməkdir. Məsələn, Temu özü bir onlayn bazardır. Onlayn alış-veriş mərkəzidir. Və yaxud da sosial media, Instagramın özü bir ayrıca bir bazardır. Hər yerin öz yəni
bazarlar çeşitlidir, müxtəlifdir. Və biz bu bazarda Türklər demiş, pazarlama etməliyik. Yəni nə? Məhsulumuzu qarşı tərəfə təqdim etməliyik. Bu təqdim etmə prosesini əhatə edən hər bir şeyə marketinq deyirik biz. Hansı ki, məhsulunuzun forması, yəni necə görünür, görünməyi, kimlərə aid olması, yəni bu məhsulu kimlər ala bilər, bu məhsulun istifadəyə yararlılığı, yəni bunun mənə nə xeyri var? Bu maraq olaraq ola bilər, yəni bu məni daha prestijli göstərə bilər, bu mənim acılığa ehtiyacımı qarşılaya bilər, qorunma, barınma ehtiyacımı qarşılaya bilər və s. Hansı ehtiyacınızı qarşılayır? Bu sualların hamısına cavabı marketinq hissəsi formalaşdırır və yaxud da üstündən səthi keçəcəm. Sizin sloqanınız, sizin markalaşma, brendləşmə prosesiniz, hamısı, loqonuzun seçilməsi, formalaşdırılması, təyin olunması və s. Bunlar hamısına marketinq baxır. Və marketinq bölümü çaba göstərir, sərf edir ki, sizin biznesinizi başqa digər insanlar görsün, görsün ki, satış olsun. Satışla marketinq arasında da incə bir çizgi var ki, bu incə çizgi nədir? Marketinq bir prosesdir, hansı ki, satışa insanı getirir. Satış isə artıq bu prosesin yekun nəticəsidir. Yəni prosesin yekunlaşmasıdır. Tutaq ki, bir mağazaya girirsiniz, geyim mağazasıdır. İnsan görür çöldən, qəşəngdə endirimlər var və s. Mağazanın ön hissəsi insana maraqlı gəlir, vitrin qəşəng hazırlanıb. Yəni bu vitrinin hazırlanması, mağazanın önündəki plakat və yaxud da Instagramda qabağına reklam çıxıb ki, belə bir geyim mağazası var. Bütün bunlar hamısı marketinqdir. Bu proseslər nəticəsində gəldi və müştəri mağazadan içəriyə daxil oldu. Burada marketinq demək olar ki, qismən yekunlaşdı. Digər içəriyə girəndən sonraki marketinqi isə ortamın ab-havası, genişliyi, məhsulların səliqəli və rahat şəkildə düzülməsi, işçilərin səmimi qarşılanması və s. Bunlar özdə bir növ marketinqdir. Buranı da keçdik. Bu insan gəlir, məhsullara baxır. Bu insana bir professional dəstək lazımdır ki, hansı ki rahatlıqla seçim edə bilsin. Deyək ki, o özünə cins bir ətək axtarır, hansı ki dizdən, amma o bilmir ki, öz istəyinə uyğun olan ətəyi ya da münasib qiymətə, amma o bilmir ki, öz istəyinə uyğun olan ətəyi bu boyda mağazada hardan tapsın. Gəlir, baxınır, istədiyini bəlkə də tapa bilməyəcək, çıxıb gedəcək. Amma bir satıcı olarsa, satış mütəxəssisi, hansı ki bütün suallara cavab verəcək, ondan maraqlana bilər, ehtiyacını soruşa bilər, deyə bilər ki, sizə nə lazımdır? Müştəri də deyə bilər ki, mənə yufqa lazımdır. Satıcı sual dəqiqləşdirəcək. Necə bir yufqa lazımdır? Deyəcək ki, cins yufqa lazımdır. Hansı ölçülərdə istəyirsiniz? Qısa, uzun və s. Deyəcək ki, qısa bir yufqa istəyirəm. Neynədir? Satış mütəxəssisi, yəni satış bölümü bir qıfas alır onu, onun əsas istəklərini dəqiqləşdirir. İstəyini dəqiqləşdirəndən sonra isə daha böyük çox ehtimal qazanır ki, təklif etdiyi məhsulu müştəri alsın. Çünki artıq müştərinin istəklərini bilir və müştəriyə onun istəyinə lazım olan məhsulu təqdim eləyəcək. Və onu aparır ona lazım olan məhsulun yanına təqdim edir və çox güman ki, bu halda satış olur və müştəri də məmnun qalır. Əks halda isə müştəri ondan maraqlanılmadığına görə ya bir daha həm mağazaya gəlməyə bilərdi, almadan çıxa bilərdi və sizin etdiyiniz o boyda marketinqin prosesi nəticəsiz qalmış olardı. Yəni bu nəticəni təmin etmək hissəsinə də satış bölümü baxır. Digər bir sadaladığım sahələrdən biri mühasibatlıq və maliyyə idi. Necə ki, satışla marketinq bir-birinə oxşuyur, eyni şəkildə mühasibatlıqla maliyyə də bir-birinə çox oxşuyur. Sadəcə biri daha dərindir. Mühasibatlıq daha çox uçotun aparılmasıdır, yəni qeydin aparılmasıdır. Mən qeyd aparıram ki, bugün mağazaya X sayda məhsul gətirdim. Bunu filan tarixdə, filan saatda X qiymətə satdım. Bunlar hamısının qeyd olunması, çeşidləndirilməsi, sinifləndirilməsi prosesinə, hesabatların aparılması prosesinə mühasibatlıq bölümü baxır. Çünki sizin əgər qeydiniz yoxdursa, siz bilməyəcəksiniz ki, ayın sonunda siz nə qədər pul sizdən çıxdı, nə qədər pul siz qazandınız, xeyirdəsiz, zərərdəsiz, nə qədər xeyirdəsiz, bu ay nə qədər pulunuz qalır ki, tutaq ki, o büdcəndə rahat idarə edə biləsiniz. Bunların hamısının hesablanması prosesinə mühasibatlıq baxır. Mən bunları doğru dildə izah edirəm ki, hər kəsə aydın olsun. Maliyyə bölümü isə bu mühasibatlığın apardığı hesabatların nəticəsini analiz edən bölümdür. Hansı ki, o analiz edir ki, deməli, biz 3 ay analiz edirik ki, 3 ay ərzində biz bu biznes üçün X manat vəsait sərf etmişik, amma bu 3 aydır nəticə vermir və yaxud da bizim hər ay deyək ki, 2000 manat xərcimiz var.
İlk ay gəlirimiz 1000 manat olub, ikinci ay gəlirimiz 1500 manat olub, üçüncü ay gəlirimiz 1700 manat olub. Hələ də zərərdəyik. Olsaq belə hələ də zərərdə. Biznesdə demək ki, inkişaf var. Hər ay ən az 200-300 manat civarında bu biznes öz qazancını artıra bilir. Demək ki, bu ehtimalla 3 ay sonra bu biznes davam edərsə bu minvalla, demək ki, 3 ay sonrasında biz öz xərclərimizi artıq çıxara bilərik və üstündən pul qazana bilərik. Məsələn, bu analizlərin edilməsi, mən ən xırdasından sizə danışdım. Statistikaların analiz edilməsi və s. bütün bu proseslərə isə maliyyə bölümü baxır. Sadəcə dediyim kimi, bu kiçiyindən böyüyünə görə fərq edir. Kiçik işlətmələrdə, tək nəfərlik işlətmələrdə, işlətmə deyəndə biznes nəzərdə tuturam. Bu proses daha xırda versiyada həyata keçirilir. Böyük şirkətlərdə, istehsalat şirkətlərində, işçi heyəti böyük olan yerlərdə və yaxud da satış dövriyyəsi böyük olan yerlərdə isə təbii ki, bu maliyyə prosesi daha ağır formada gedir ki, ən çətin sahələrdən mənim fikrimcə biridir və çox güclü riyazi bilik və məntiq tələb edir maliyyə bölümü. Hətta siz əgər universitet oxuyursunuz və prestijli bir mənə bu daima lazım ola bilər və burada yaxşı bir qazanc əldə edib maliyyə sahəsinə yönələ bilərsiniz. Hər daim bütün şirkətlər çox yaxşı maliyyəçilər axtarırlar. Maliyyəçi çoxdur, amma işini həqiqətən bilən, mənimsəyən maliyyəçilər çox azdır. O sahə üzrə də araşdırıb, öyrənib özünüzü inkişaf etdirə bilərsiniz ki, maliyyənin yolu mühasibatlıqdan keçir. Mühasibatlıqdan başlayırsınız, maliyyəyə keçirsiniz. Digər bir sahə isə bütün bunların hamısının arasındakı əlaqəni təmin edən, onları bir-birinə bağlayan, idarə edən sahədir ki, bu sahənin adı menecmentdir. Menecment sözünün ümumiyyətlə mənası idarə etmək deməkdir. Hansı məhfumun yanına menecment qoyursunuzsa, demək ki, o şeyin, o prosesin idarə etməsindən siz danışırsınız. İdarə etmənin çoxlu sahələri var. Adi deyək ki, məsələn, sahə olaraq desək, insan resurslarının idarə olunması, xaricdə daha çox bu aktivdir. Risk menecmenti, yəni riskin idarə olunması kimi müxtəlif sahələr mövcuddur ki, siz o sahənin yanına menecment sözünü qoyanda həmin proseslərin idarə olunması nəzərdə tutursunuz. Eyni şəkildə bir şirkətdə müdür, CEO və yaxud da aparıcı işçilər bir növ hamısı menecerlərdir. Çünki onlar artıq hər hansı bir prosesi və nəyisə idarə edirlər. Bütün öz işini görən sahibkarlar, yəni təsisçi demirəm, sahibkarlar, yəni biznesmenlər öz işlərinin menecerləridir əslində. Sadəcə daha yüksək, ən yüksək ola biləcək vəzifədədir və ondan sonra təyin etdikləri işçilər də menecerinin meneceri və s. necə gedir şirkətlərdə eşitmiş olarsınız, müdürün müavini, müdür müavininin köməkçisi, hərəsinin bir idarə etmə səviyyəsi vardır. Biri daha xırda şeyləri idarə edir, biri böyük şeyləri. Yəni elə bu müdür adlandırdığımız şey əslində onlar menecmentliklə, yəni idarəçiliklə məşğul olurlar. Sadəcə səviyyələr fərqlidir. Yəni bütün işlərdə bu belədir. Hər işin müəyyən səviyyəsi var. Necə ki, bizneslər xırdadan böyüyə qədər səviyyələri var. Kiçik, orta, böyük. Eyni şəkildə də bu menecmentin də səviyyəsi var da. Xırda miqyaslı, orta, böyük miqyaslı. Sadəcə əsas məqsədi anlamaq lazımdır. İkinci, bu Zoom-un bitməsinə neçə dəqiqə qalıb? Bilən varsa deyə bilər, zəhmət olmasa. Mən əslində bu indi 5 sahəni danışmaqla, bizneslə bağlı olan təməl əsas 5 sahəni dedim, hansı ki, hamınızın nəzərində olması kifayət edir. Yəni sadəcə bu 5 sadaladığım adı əsas götürərək daima araşdırmalar eləyə bilərsiniz. Instagramda, internetdə, YouTube'da ümumiyyətlə en qədər məlumat var. Və bu sahələrin daha dərindən öyrənməyə çalışın ki, bu sizin bizneslərinizdə mütləq sizə kömək olacaq. Əsas odur ki, iştirak etdiyiniz təlimlərdə həmişə eşitdiyiniz açar sözləri əsas götürərək daima onun haqqında alternativ araşdırmağa çalışın. Çünki bu təlimdir, kurs deyil ki, mən hər bir sahə haqqında detallı danışım. Yəni detallı demirəm, səthi belə danışmaq üçün bir sahə haqqında mənə 1 saat belə 1 saat kifayət etməz. Mən geri oturum saatlarla bir sahə haqqında nələrsə danışım ki, o sahəni mən sizə tam anlamıyla ötürə bilim. Amma siz mənim verdiyim açar sözlərdən istifadə edərək özünüz sizə lazım olan yolu gedə bilərsiniz. Başlanğıc üçün marketinq haqqında araşdırmağı tövsiyə edirəm. Marketinq və satış. Bunları bilməyiniz ən xırda biznesləri qurmağınız üçün sizin üçün çox mükəmməldir. Elhamə xanım, ikinci linkə nə qədər vaxt? Bu linkin bitməsinə nə qədər vaxt qalır? Onu deyəcəkdim ki, 2 dəqiqə 30 saniyə qalır. Aha, tamam. Onda görüm burada suallar varsa onları screen eləyim. Kimlərin sualları görünməyibsə, yenidən ikinci linkdə verə bilər. Aşağıda chat bölməsində qeyd eləyərsiniz. Biz özümüzdə də götürüb saxlayacağıq. Kim ki nəzərdən qaçıb,
mütləq şəkildə bizə bildirər. İkinci Zoom linki üçün qrupa daxil olmayanlar üçün aşağıya əlaqə nömrəmi qeyd etdim. Əlaqə nömrəsinə yazaraq həm rəsmi sertifikat barədə, həm də ki, bu təlimin ikinci Zoom linki üçün mənə yaza bilərsiniz. İstəyirsinizsə Bəli. ikinci linkdə davam edək, yoxsa Tamam, o zaman biz buradan çıxaq, ikinci linkdə davam edərik. inşallah təşəkkür edirəm. Oldu, xoşdur, buyurun.